Bəqərə surəsi 8-16-cı ayələr. Ayələrin tərcüməsi. İnsanlar içərisində elələri vardır ki, iman gətirmədikləri halda biz Allaha və qiyamət gününə iman gətirdik deyirlər. Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar, lakin bunu anlamırlar. Onların ürəyində bir növ xəstəlik var. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan dedikləri üçün onları şiddətlə bir əzab gözləyir. Onlara yer üzündə fəsad törətməyin dedikdə, biz yalnız islah edənlərik deyə cavab verirlər. Bilin ki, məhz onlar fəsad törədənlərdir. Lakin bunu dərk etmirlər. Onlara digər insanlar kimi iman gətirin deyildiyi zaman, biz də səfehlər kimi iman gətirək deyə cavab verirlər. Agah olun ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər. Onlar möminlərlə qarşılaşdıqları zaman biz iman gətirmişik deyirlər. Amma öz şeytanları ilə xəlfətə çəkildikləri zaman biz sizinləyik, biz sadəcə onları ələ salırıq deyirlər. Allah da onları ələ salar və onları tüğyanları içində saxlayar ki, sərgərdan olsunlar. Onlar hidayətə azğınlığa satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolunu tapmayıblar. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.